sizdə də olub ki, hazırlaşmışsınız, artıq evdən çıxacaqsınız. Makyaj, saç, saatlarla gedib hər şey belə hazır. Və sizin dostunuz sizə yazır ki, məndə bugün alınmır, kabulkum qırılıb. Neyse, bugün bu halı yaşadım. Təqribi 3 saata yaxın falan hazırlaşmağıma sərf elədim və yəni bilirəm, yəni ondan asılı olan bir şey deyil. Ona görə əsəbləşə də bilmirəm. Ona görə heç bir şey eləyə bilmirəm. Əlim qolum bağlıdır. Ona görə dedim bu günləri sizlərlə belə bir bağlamam var, açım. Bunu saxlamışdım ki, gözəl bir makyajım, saçlarım falan qəşəng olanda videonu çəkim. Dünən gəlib. Burada İtaliyada, ümumiyyətlə Avropa ölkələrində Vinted deyə bir proqram var. Mən proqramı çoxdan bilirəm. Demişdim ki, Avropaya gedəndə o proqramı yükləyib. Həm o proqramda sata bilirsiniz. Öz məhsullarınızı, geyimlərinizi, istifadə etmədiyiniz makyaj məhsullarını açılmamış, işlənmiş paltaları falan da sata bilirsiniz. İşlənməmiş etiket qaldı. Yəni ümumiyyətlə hər şey sata bilirsiniz. Bu proqramı həm də almaq da olur. Bir set gördüm. Onu görən kimi dedim ki, yəni almalıyam. Çünki çox sərf eləyir. L'Occitane deyə bir brend var. L'Occitane deyə yazılır. Bizdə də var onun dükanı və ekstra bahadır məhsullar. Yəni adicə bir dənə göstərəcəm, bir dənə krem. Və brendi çox bəyənirəm. Çünki mənim əlimdə ekzem olanda mənə kömək eləmişdi bir kremi. Və çox nəmləndirici kremləri var, çox yaxşı. Məsələn, bu kremi mən 16-18 manat almışdım Azərbaycanda. Yəni ekstra bahadır. Bu seti isə mən təqribi bir 10 evro kimi bir qiymətə aldım, yəni 18 manata. Hələ yəni bunun qiymətinə, elə bilin ki, bunu aldım. Bunun içində çox şey var. Neysə. Dedim, gəlin açım. Paketləməsi ekstra qəşəngdir. Gözəl qoxuları hiss eləyirəm. Şəkildə göründüyü kimi sumkadır. Etiket falan hər şey yerində. Yeni idi. Mən bu arada yeni şeylər alıram. Çox vaxt nəsə alıramsa oradan. Yəni ikinci əl aldığım geyimlər falan da var. İlkin olaraq L'Occitane brendinin belə bir sabunu. Gözəl qoxu. Belə probniklar. Çox qəşəngdir axı. Balaca bir belə krem. Hand cream, gel. Gel krem. Mənə krem həmişə lazım olur. Çünki mən kremləri yeyirəm. Sonra bu deyəsən miçilər şampu. Belə bir şey. 2 dəfə dəyişdirəm bunu. 35 milli belə bir miçilər şampu. Nədirsə bunu tam bilmirəm. Hələ araşdıracağım. Bir də son olaraq belə bir body lotion. Bunun iyinə baxmaq istəyirəm. Oyda çox qəşəng iyi var. Oyda. Əlimə vuracağım. Oyda. Bunun kremi də olub məndə. Bu iyili belə bir kremim də var idi. Çox qəşəngdir. Limon iyi. Belə dadı gəlir. İyi dadı. Belə sumkası da çox cute. Məncə sərf eləyir yəni. Özdə mən o proqramda satdıqlarımla bunu aldım bu arada. Yəni cibimdən bir qəpik çıxmadı. Bunu nələr satmışdımsa o proqramda o balansı istifadə edə bilirsən ya da o balansı çıxarda bilirsən kartıma. Mən orada saxlayıram çünki mən oradan bəzi şeylər alıram. Hətta bir iki dənə şey almışam, yoldadır. Heç bir yəni cibimdən heç bir pul çıxmayıb. Yəni sadəcə istifadə eləmədiyim məhsulları satıb oradakı balansdan mən elə bir ki almışam bunları belə. Yəni maraqlı. Yəni ikinci əl psixologiyası bizə hələ gəlib çıxmayıb təəssüf ki. Amma yəni onsuz da götürüb sən o məhsulu yuyursan və istifadə edirsən əgər paltar alırsansa. Makyaj zaten mən də qarşı olardım belə istifadə eləmədiyim. Amma yenə də alan varsa yenə də okey. Məsələn, ola bilər də yəni, rəngini bəyənməyib falan. Bahalı məhsuldur. Mən gedib 30-40 evro vermək istəmirəm. 10 evro almaq istəyirəm. Bir dəfə əlini vurub da yəni çox belə vec demərəm yəni. Amma yəni bizə hələ gəlib bu psixologiya çıxmayıb. Sizcə sərf elədimi bu qədər məhsula pulu vermək? Yəni brend bahalıdır və lüks deməyək də bahalı bir brenddir və cidden gözəl bir məncə təklif idi. Həm də cibimdən bir pul çıxmayacaqdı ona görə. Ona görə mənə yəni sərf elədi. Belə. Hamınızı öpürəm. Bay bay.